Çünki bu Dədə Qorqud tərəfdəki kafelərdən xəbərimiz var. İnsanların dolduğu, daşdığı. İndi mən sizə bu kafelər barədə məlumat verəcəm. Başlayaq məşhur Second Top'dan. Kimin xətrinə dəyməsin, amma oradakı kofe bərbaddır. Heç kim oraya kofe içməyə gəlmir. 99% ora tanışlığa gəlir. Bir-birləri ilə Instagramda adlarını dəyişməyə gəlir. Overpriced bir məkandır. Tualetləri bərbaddır. Tualeti giriləsi deyil. Damdar stullarda oturur. Bu ona dəyir, bu buna dəyir. Ah Leflazer, sən vaxtı ilə necə möhtəşəm idin. Çaynikləri ləkəlidir. Baristaları bilmirəm necə kofe hazırlayırlar. Şirniyyatları dadlı deyil. Yəni əvvəlin Leflazeri deyil. Çox pintidirlər. Çəngəlləri, qaşıqları, çaynikləri. Ay Allah, hələ də yadıma düşəndə dəli oluram. Dəyməz. Və eyni ilə eyni funksiyanı daşıyır. Çoxu gəlir insanları orada bir-biri ilə baxışmağa, bir-birlərinə göz atmağa, bir-birlərinə nömrə dəyişməyə. Kofelərinin dadsız olduğunu özləri də bilirlər. Çayları paket çaylardı ama baha olduğunu xatırlayıram. Və yandırırlar, ya ucuz kofeden istifadə edirlər, ya barista və şef. Ən sevmədiyim məqamları nədir? Hər şey take away kapta verilir. Məsələn, oturmağa yer qoymusansa, eco-friendly olmayan kreslolarında, oturacaqlarında məni oturmağa təklif edirsənsə, o zaman səndən çox rica edirəm, hörmətli barista şef. Take away kaplarla özünüzün işini azaltmaq yerinə standart stəkanlarda xidmət eləsəz daha gözəl olar. Standart filter kofelər bunların hiçbirində yoxdur. 60 istəyirsiniz, deyirəm yox. Şəmek istəyirsiniz, deyirəm yox. Aeropress istəyirəm, yox. Deyirəm ki, xanım, filter kofe istəyirəm, dəmlənmiş hazır kofe istəyirəm. Ha, o bizdə olmur. Buradakı xanım çox əsəbidir, çox. Xanım həyatına mı nifrət edirdi, mənə mi nifrət edirdi, yoxsa işlədiyi yerə mi nifrət edirdi, onu bilmirəm. Lavaza, amma buradakı filialı təzə açılıb və buradakı filialı inşallah mənim gözüm dəyməz. Personal idealdır, içəri tərtəmizdir, kofeləri möhtəşəmdir, amma burada da filter qəhvəsi olmur deyim. Amerikan olaraq həmişə eyni keyfiyyətdədir. Coffee Moon, sırf Coffee Moon'a gələn insanlarda bir şey söyləmişdim. Hər kəs sırf başını aşağı salıb kofesini içir, çayını içir. Bu arada çay orada da paket idi və o qiymət nə idi? Bu paket çaylardan çıxın da nə olar? Astaradan gedin kilolarla çay gətirin. Nə çətin bir şeydir ki sizin üçün Azərbaycanda. Dədə Qorqudda getdiyiniz məkan hansıdır qeyd eləyin. Mən də bilmirəm.